Məsələ 2. Vedrədə 5 litr su var idi. Bundan 1 litr boşaldıb yerinə 1 litr meyvə şirəsi tökdülər. Şirəni suda qarışdırıb 1 litr boşaltdılar və vedrəyə 1 litr şirə tökdülər. Alınan qarışıqdan yenə də 1 litr boşaldıb 1 litr şirə qatdılar. Vedrədə neçə litr su qalmış oldu? Deməli, birinci dəfə vedrədə 5 litr su var və birinci dəfə boşaldılır 1 litr. 5 litrdən 1 litr çıxır, 4 litr vedrədə su qalır. İkinci dəfə və vedrəyə 1 litr meyvə şirəsi tökdülər. Oldu cəmi 5 litr yenə də. O 5 litrin 4 litri sudur. Onda 4 litr sudan ikinci dəfə vedrədən 1 litr boşaldanda qarışıqdan orada sunun 5də 1 hissəsi qədər boşaldılır. Yəni 5də 1 vuraq 4 və biz alırıq onda 5də 20 çıxaq 4, 5də 16 litr orada su qaldı. Və təzədən yenidən 1 litr şirə tökürlər, qarışdırırlar və 1 litr boşaldanda orada qalmışdı 5də 16 litr su. Və o qalan sunun 5də 1 ikinci dəfə, üçüncü dəfə boşaldanda 5də 1 qədər su boşaldılır. Yəni o qarışığın 5də 4 hissəsi su olur. 5də 1 vuraq, oradakı su 5də 16 olduğundan 5də 16-nın 5də 1 qədər boşaldılır. Və alırıq 25də, olacaq 80, çıxaq 16, bərabərdir 25də 64 litr. Beləliklə, üçüncü dəfə boşaldanda vedrədə qalır 25də 64 litr su. Və sonradan 1 litr şirə tökürlər, amma həmən su 25də 64 litr su orada qalır. Ondan sonra boşaltma prosesi olmadığından son cavab vedrədə 25də 64 litr su qalır.